Salam əziz və hörmətli bacı və qardaşlarımız, xoş gördük sizləri. Blokadadan blokadaya və ya mühasirədən mühasirəyə və yaxud da iki tərəfin çəkişməsi, bir-birini təyin olunmuş alov meydanına çəkməkdən ötürü. Və üçüncü mərhələ, fitnəni, öz əlinlə düzəltdiyin fitnəni öz evinə atmaq. Allahın üç məkr və planına əsasən, üç mərhələli. Eşitmişsiniz yəqin ki, belə lətifə formasında danışırlar, amma acı reallıqdır. Bizim üçün acı olan, amma reallıqdır. Allahın labirinti var, biz dəfələrlə demişdik. Bir nəfər Əzraillə sözü bir yerə qoyur, ölüm mələyi ilə. Deyir, cənab Əzrail, mən xahişim budur ki, qısasını danışıram. Deyir ki, xahişim budur ki, mən ölümdən qabaq bir neçə gün öncə mənə bir xəbərdarlıq elə. Deyir, yaxşı. Hər nəysə baş verən baş verir, buna xəbərdarlıq gəlir. Bu ölüm günü tez qaçır. Deyir, nə eləyim? Elə bir yerə qaçım ki, Əzrail məni tuta bilməsin. Qaçır hara? Bir dənə gəmiyə ki, səfər eləməyə. Bu gəmidə də 2000-3000 adam var. Elə səfərin ortasında, dəryanın ortasında görür ki, Əzrail gəlib. Vaxtı vədəsi verilmişdi, xəbərdarlığı da edilmişdi. Baxır Əzrailə biraz tənə ilə, biraz istehza ilə. Deyir, indi sən mənə görə bu 2000-3000 adamı batıracaqsan. Əzrail əleyhissalam da gülümsəyir. Deyir, ay bədbəxtin oğlu. İllərdir səninlə bir yerdə bu 3000 adamı bu gəmiyə yığışmaq üçün gözləyirdim ki, hamımız bir yerə yığışasınız. Vaxtımız eynidir. Allahın öz labirinti və bumerangı var. Sadaladıqlarım bu üç mərhələ də bunlara aiddir. Təfsilatına keçmədən öncə bir texniki bir xatırlatma eləyim. Bizi izləyənlər biz bilir ki, bir 4 ilə yaxındır, 4 ildir. Təbliğ eləməyə çalışırıq. Həqiqətləri əzizlərə çatdırmağa çalışırdıq YouTube kanalında. 3 kanalımız var idi. Biri ilə 4 il bundan təqribən öncə. Digərləri, məsələn, 2 il bundan öncə, 1 il yarım bundan öncə. 3 kanalımız var idi. Azərbaycan bizdə olan məlumatlara görə Azərbaycanın siyonist hökumət strukturalarından da şikayət gedib, bəzi müxalif kanalların bağlanılması ilə onlar da bağlanıldı. İndi bu yeni kanalımızdır, təqribən 2 aydır fəaliyyət göstərir və sizlərin də lütfi Allahın inayəti köməyi ilə abunəçilər, yenə də siz abunəçiliyinizi edirsiniz, paylaşımlarınızı edirsiniz. Əvvəl xahişim budur ki, daha çox paylaşın. İkincisi, həmişə olduğu kimi proqramımızın başlıq, adlıq bölməsinin üzərinə vursanız, orada şərh yerində Telegram kanalımızın linki var. Orada daha çox abunə olun və onu da bu kanalda daha çox paylaşın. Niyə görə? Çünki bəzi xəbərdarlıqlar bu kanalımıza da gəlir, YouTube'un bu yeni kanalımıza. Telegram kanalımızı daha çox paylaşın və özünüz də orada daha çox abunə olun bacardıqca ki, əgər işdi birdən son xəbərdarlıq gəlsə bu YouTube kanalımızın bağlanması ilə əlaqədar və yaxud da bağlansa, biz orada yeni YouTube kanalımızı sizlərə müərrif edib tanıtdıra bilək. Amma dediyim 3 mərhələ, blokadadan blokadaya, bir-birinin ayağını və yaxud da qarşı tərəfin ayağını döyüş meydanına çəkmək və fitnəni öz başına döndərmək mərhələsi. Bu mərhələlər nədir? Gəlin bunların birincisinə baxaq. Blokadadan blokadaya. Bizim elə o dediyimiz 4 ildir fəaliyyət göstərmiş, amma bağlanılan kanalımızda da dəfələrlə demişik. İslam Respublikası İran mərkəzliyi ilə müqavimət cəbhəsinin düşmənin başına gətirdiyi oyun. Və yaxud da qarşılıqlı şahmat taxtasındakı kimi mühasirədən mühasirəyə. Bu mühasirələr təkcə coğrafi götürməyin. Coğrafi xəritə üzərində jeopolitik, yəni geosiyasi, jeoekonomik, yəni jeoiqtisadi və digər baxımdan
hərbi baxımlardan, kəşfiyyat baxımlarından bu məsələlərə baxın. Mühasirədən mühasirəyə deyəndə sırf coğrafi nəzərdə tutulmur. Bu sektorlarda İslam inqilabı İranda formalaşandan bəri məxsusən də Amerika başçılığı ilə Qərb cəbhəsindən jeopolitik oyunlar fonunda dediyimiz sektorlarda blokadadan blokadaya oyunu gedir. Və son 2000-ci ildən üzü bu tərəfə, məxsusən də 2006-da Hizbullahın siyonistlərə ilk şoklarını yaşatdığı dövrdən bu tərəfə müqavimət cəbhəsinin kökü ideologiyaya söykənən sadaladığımız siyasi, iqtisadi, hərbi arenada bunları mühasirələrindən çıxıb mühasirəyə salaraq zaman və coğrafi baxımından da döyüşləri bunların başına cəbhələri genişləndirməklə yaygınlaşdırmaq və yoruculaşdırmaq siyasəti intensivləşib. Bu blokadadan blokadaya salmaq məsələsi İran İslam Respublikası mərkəzliyi ilə əvvəl bölgədə və son dövrlərdə, son dönəmlərdə və məxsusən də Tufanul Əqsaya yaxın vaxtlardan 2020-yə yaxın və 2020-dən üzü bu tərəfə zamanlardan bölgədən əlavə, regiondan əlavə qlobal müqavimət cəbhəsini təşkil etmək, məxsusən də ideologiyaya söykənən müqavimət cəbhəsi. Deyə bilərsiniz, qlobal müqavimət məsələn Venezuela, Latin Amerikasında və yaxud da Afrikada bəzi ölkələrində sadalayacaq, qısa toxunacaq İranın nüfuzunu. Yaxşı, Cənub-Qərbi Asiyada Hizbullahdır, Yəməndir, yəni Ənsarullah, İraqdakı müqavimət cəbhələri başında iş düşür və digərləri. Bunları bildiyi ideoloji və müsəlmandır. Bəs qlobal olaraq Afrikada, nə bilim, Latin Amerikasında olan Venezuela, Kuba filan, bunlar necə ideoloji? Bəli. Dediyimiz kimi, məxsusən Tufanul Əqsaya yaxınlaşdıqca və ondan üzü bu tərəfə daha çox intensivləşən formada ideoloji formada müqavimət, bölgə müqavimətinin mərkəzliyi ilə İran İslam Respublikası İslamın insanlığa söykənən prinsiplərini daha çox göstərməyə başlayıb. Təhlükəsizlik müqaviləsi olsa belə, hərbi müqavilə olsa belə, iqtisadi və kənd təsərrüfatı müqavilələri çərçivəsində olsa belə, ən azı qarşı tərəfə, istəyir Rusiya olsun, istəyir Venezuela olsun, istəyir Kuba olsun, bunlara başa salır ki, Amerika başçılığı ilə və Böyük Britaniya İngilis qoca tülküsünün pərdə arxasılığı ilə və siyonizm cərəyanı fasiq Yahudun quduz itliyi ilə bu imperializm cərəyanı ey dünya xalqları sizin insanlığınıza qarşıdır və İslam isə insanlığınızın cavabıdır. Bax, bunu başa salıb. Deməli, birinci mərhələdə səbirlə 46 ildir formalaşan İslam inqilabının son 10 illiyində, belə deyək, və ya ən azı 5 illiyində bölgə müqavimətindən dünya müqavimət blokadasının formalaşması, yəni cərəyanının formalaşması və beləliklə də bunu coğrafi şəkildə baxsaq, Afrika, mərkəzi, cənub-şərqi Afrika ölkələri ki, indi misal vuracaq, bunların vasitəsilə dünya imperializmi gedərək həm iqtisadi arenada, həm siyasi arenada, həm təhlükəsizlik, kəşfiyyat və hərbi arenada qərq olmağa doğru sürətlə gedir. Müqavimət mərkəzi olaraq İranın qlobal müqaviməti intensivləşdirmək və yaratmaq fonunda nüfuzunun artdığı yerlərdən biri də qeyd etdiyimiz kimi Afrikadır. Diqqət edin, haralarda ən çox nüfuzunu artırır? Cənub-Qərbi Asiyada, məxsusən Qərbi Asiyada və Afrikada və Latin Amerikasında ki, tarix boyu bunlar Amerika müstəmləkəçiliyinin, İngilis müstəmləkəçiliyinin qurbanına çevriliblər.
Bunların bir bariz nümunəsi Afrikadır ki, Nigeriyada Şeyx Zəki Allah onu hifz eləsin, balalarını ailəsinin təhdid olunmasına, şəhid verməsinə rəğmən Nigeriya kimi yerdə 22 milyon şiə formalaşdırıb. Əhl-i Beyt məktəbi. Digəri Sudandadır. Sudanda İran İslam Respublikasına bağlı olan hökumət qüvvələrinin Çevik Alay qüvvələrinə qalib gəlib, məxsusən də mərkəziyyəti paytaxtı ələ keçirməsi, yavaş-yavaş digər yerlərə də sirayət etməsi və Somali. Somali ki, bir zaman elə eyni region ölkələrinin bəzilərinin hakimiyyətləri kimi, İraqda olsun, nə bilim, bəzi region ölkələrindəki kimi, Somalidə bir ara Qərbin həm şirinlikləşdirməsi, imperializmin şeytanın işi budur, cəzb eləmək və qorxutması vasitəsilə İranla arası heç yaxşı deyildi. Hətta İranın müstəşarlarını və İranın nümayəndələrini də sıxışdırıb Somalinin daxili işlərindən kənarlaşdırmışdılar. Amma Amerikanın və Qərbin verdiyi vədələrin Liviyadakı kimi puç olduğunu gördülər. Məxsusən də 2016-dan ərəblər vasitəsilə sağmal inək olan Səudi Ərəbistanı vasitəsilə qəşəng pul göstərdilər Somaliyə. Ərəbistan dedi ki, 50 milyon dollar mən kapital yatırdacam, səni xoşbəxt eləyəcəm, infrastrukturların hər şeyini bərpa edəcəm. Somali gördü ki, Ərəbistan sağmal inək olaraq Amerikanın yaratdığı biqeyrət və tərakandan da qiymətsiz olan Vəhhabi qüvvələrini, gücləri yalnız qadına və uşağa meydanda çatan Vəhhabi qüvvələrini formalaşdırır. Və Əş-Şəbab və Daişin qolları, bunlar, IŞİDin qolları, Somali illər keçdikcə ağlı başına gəlməyə başladı 2006-dan üzü son illərə qədər. Ondan sonra bəli, Somali başladı müxtəlif ölkələrdə keçirilən konferanslarda İrana mesajlar göndərməyə, İran Xarici İşlər Naziri ilə görüş təyin eləməyə, İrana yaxınlaşmağa. Niyə? Çünki Ərəbistan sağmal inəyinin hay-hayla gələn maliyyəsini gördülər. Bunlar yalnız Ərəbistan özü də yox, sağmal inək olaraq vitrin malı kimi Amerikanın öz kapital qoludur və Amerikaya xidmət edən və köksüz Vəhhabiləri formalaşdırdı. Vəhhabilər də Somalidə formalaşandan sonra daxili həm məzhəbi çəkişmə, həm daha çox qəbilə çəkişmələri formalaşdırıldı və mərkəzləşdirilmiş dövlət olmadığına görə kim kimə idi? Buna görə də Somali İrana yaxınlaşmağa başladı və peyk görüntüləri ilə də göstərdilər ki, Somaliya İrandan, mən bugün baxdım, o peyk görüntülərini bir proqramda baxdım, özlərinin Qərbin peyk görüntüləri ilə ki, 3 dəfə son dövrlərdə İrandan Somaliya bir sıra hərbi köməklər filan gedir. Bunu gördülər. Yəni, bir növ İran İslam Respublikası ilahi sünnətə əsasən göstərir, deyir, yaxşı, məsələn, sən istəmirsən, mən dəxalət eləmərəm. Amma mən sənə deyirəm, bunlar ki, məndən yaratdığım vakuumu, boşluğu sən ölkəndə tutmaq istəyir, baxarsan bunların niyyətinə. Zaman keçdikcə indi biraz qızımısan, beynin qızım, emosionalsan. Zaman keçdikcə hiss edəcəksən. Bunu Suriya indi hiss eləyirlər. Bunu Türkiyə özü belə hiss eləyir ki, başına nə boyda papaq keçib. Somali bu vəziyyətdə idi. İndi Somalidəki nüfus. Somali Afrikanın şərq hissəsi, təqribən 50%-dən biraz çox sahildir. Qırmızı dənizə düşür. Bir tərəfdən Yəmən, Somali, Sudandakı nüfus və Efiopiyaya tərəf İranın nüfuzu. Efiopiya qüdrətlilər oradan çıxırlar və İran üçün zəminə yaranır. Qırmızı dənizdə sular, əsas savaş sularda olan savaşdır. Həm iqtisadi tərəfdən, həm kəşfiyyat və təhlükəsizlik baxımından. Qırmızı dənizdə Yəmən həm dünyada bu müqaviməti formalaşdırmaqla Venezuela, Panama tərəf, Panama boğazı, Qırmızı dənizdə Babül Məndəb, Fars körfəzində də Hormuz boğazı.
boğazları ələ keçirir. Yəni İran bunların xirtdəyini ələ keçirir. Bu işi gördükcə də bayaq dediyim ikinci mərhələ irəli gəlir. Hətta bu İranın Venezuela və yaxud da Latin Amerikası və Afrika ölkələrindəki nüfuzu barəsində proqramlar gəldikcə təfərrüatı ilə ehtiyac olacaq, danışacaq inşallah. İkinci mərhələ gəlir avtomatik olaraq. Mühasirələr genişləndikcə və cəbhələr genişləndikcə iqtisadi, hərbi və siyasi arenada Amerikanın evangelizm kökü özünü qırmızı dəli inək Trump formasında təzahür etdirərək məcburdur mühasirələrdən sadaladığımız sektorlarda, iqtisadi, siyasi və hərbi arenada çıxmaq üçün nə eləməlidir? Yavaş-yavaş meydana özü girməlidir, özü daxil olmalıdır birbaşa meydana. Amerika indiyə qədər demək olar ki, bütün döyüşlərini proksi olaraq həyata keçirirdi. Özü daxil olmazdı adətən. İndi Vietnam məsələsi ki, ondan da danışarıq əgər vaxt olsa, orada da bir fiyaskosu var idi. Amma özü daxil olmurdu. Həm xərc vermək istəmirdi, həm mal-can xərci vermək istəmirdi, həm də ağalıq eləyirdi, allatmışdı, psixoloji çox allatmışdı. Qüdrəti demirik yoxdur, amma həddən çox göstərmişdi və öz gəmiləri, bu məşhurdur da, özü meydana gəlməzdi, gəmilərini uzaqdan göstərərdi, böyük o qırıcı daşıyan, belə döyüş gəmilərini göstərərdi, həmin ölkədə təslim bayrağı qalxardı və yaxud da çevriliş olardı. Bu məşhurdur da, bilirsiniz dünyada. Amma müqavimət cəbhəsi dayanıqlılıqla və bəsirətlə bunları bu günə qoyub ki, Amerika Birləşmiş Ştatları özü meydana girməyə məcbur olur. Yəmən bunun bariz nümunəsidir. Məxsusən Tufan-ul Əqsadan bu tərəfə vəziyyət o yerə qalıb ki, Amerika, qoca tülkü İngilis və onun bəzi köməkçiləri, quyruq bulayanları koalisiya təşkil edib sadəcə müqavimətin bir qolu olan Yəmənə qarşı. Və orada da fiyaskoya uğrayıblar. Həmin o Amerikanın döyüş gəmiləri ki, bir yerə yaxınlaşanda təslim bayrağı qalxardı və o ölkədə çevriliş olardı, Yəmən o gəmini qapazaltı eləyib, qırıcı daşıyan. Truman qırıcı daşıyanını, ən böyük donanmalarından biri və yaxud da birincisi. Vəziyyət budur. Niyə? Çünki birinci mərhələ uğurla davam edir Allahın lütfi ilə. Dünyada müqavimət cəbhəsi müxtəlif sektorlarda bölgə və qlobal müqavimətə çevrilib. Məxsusən də dəniz sahəsində, sularda sadaladığım Panama, Bab-el-Məndəb və Hörmüz boğazında bunların xirtdəyindən yapışması, dəniz strategiyasında bunları fiyaskoya uğratması, siyasi, iqtisadi, hərbi və təhlükəsizlik blokadasını bunları salması müqavimət cəbhəsinin və ağırlaşan vəziyyətləri ikinci mərhələni gətirir. Amerika özü, bax bu müzakirələrin bir tərəfi də odur. Müzakirələr hələ daha dəqiq baxmaq lazımdır bu müzakirələrə. Yəmən bunun dediyi bariz nümunəsidir və Yəmən əlbəttə ikinci İran, biz keçən səfər danışdıq bir neçə proqram öncə, ikinci İran İslam inqilabı baxımından zuhura doğru formalaşan ikinci İran olaraq Bab-el-Məndəb tərəfdə həm strateji baxımdan, həm ideoloji baxımdan öz vəzifələrini yerinə yetirməlidir, həm də təhlükəsizlik baxımından. Artıq Somali ki, bayaq dedim, İrana tərəf gəlib, əvvəl Somalidən Yəmənə şübhələnirdilər, Afrikadan Yəmənə kömək gedir İranın köməkləri. İndi vəziyyət odur ki, Yəmən elə formalaşıb ki, Yəməndən Somaliyə kömək getdiyini iddia edirlər imperialist cəbhəsi. Deməli, birinci mərhələ blokadadan blokadaya və mühasirənin daralmasından sonra ikinci mərhələ, yəni cəbhələrin də genişlənməsi ilə ikinci mərhələ məcbur Amerikanın ortaya girməsi mərhələsindən sonra təbii olaraq əvvəldə qeyd elədiyim üçüncü mərhələ gəlir. Amerika meydana daxil olduqca iqtisadi, siyasi və hərbi arenada və qırmızı inək
Amerikada 80-cı illərdən, 70-ci illərdə formalaşan ki, gələn bəhslərdə buna da toxunarıq, çox mühüm bəhsdir, sənaye köçürülməsi bəhslərindən sonra və dolların süni formada arxa dayaqsız, qızılsız köpürdülməsi və Amerikanın borclarının çoxalması fonunda 3-cü mərhələ gəlir. Bax, bu iki mərhələdən sonra məcburdur özü meydana daxil olan Amerikan öz içərisində və ona bağlı olan qüvvələrin öz içərisində xalqların oyanışı başlasın və ixtilaflar güclənsin. Bugün Amerikadakı artıq etirazlar da dinmək bilmir, qondarma siyonist rejimin daxilindəki etirazlar da dinmək bilmir, Avropa xalqları da artıq məlumdur. Hətta şəxsən mənim gözləmədiyim bir çox ölkələr var bu tərəfdə, adı çox vaxt çəkilməyən, sakit qalan öz kənarda, Bangladeş olsun, Yeni Zelandiya və s. ölkələr əcib-qərib dəstəklər var. Tufanul Əqsanın da əlbəttə böyük qatqısıyla. Bu üç mərhələ kamilləşdikcə Sadiq Vəd 3-ün səsləri daha da yaxınlaşır. Bir sıra faktlar var ki, Sadiq Vəd 3 barəsində biz çox demişik, mürəkkəb və zamanında və mükəmməl olmalıdır. Amma bəzi şeylər dəfələrlə demişik, təhlükəsizlik səbəbindən şəxsən mövzu məsləhət bilmirəm demək. Bax, bu mərhələləri diqqətlə oturun, analiz edin. Bunlar getdikcə irəli Sadiq Vəd 3 daha yaxınlaşmalıdır. Belə olmalıdır bizim fikrimizcə. Buna görədir ki, Qərb cəbhəsi, imperializm, məxsusən Amerika və onun quduz ütü siyonist rejim özünə hər qapıya vurur. Məxsusən də medialardakı psixoloji oyunla. Və bu psixoloji oyun keçən proqramda saydıq. Qalan bir son kartları olan bəzi çürüklər var. İstəyir regionumuzda, Qərbi Asiya ölkələrində dırnaqarası müsəlman hakimiyyətləri, Erdoğan kimi, bəzi ərəb hakimiyyətlərində olan hakimiyyətlər kimi, Azərbaycan hakimiyyəti kimi, bunların vasitəsilə və bunlara trollluq edən mediaların müxtəlif dillərdə vasitəsilə özlərini hər qapıya vururlar və media sahəsində, yenə də deyirəm, daha çox psixoloji oynamağa çalışırlar və İranın daxilində əlbəttə bəzi o ələkdən artıq sonuncu dəfə düşməli olan, sonuncu ələnmələrdə düşməli olan liberal qüvvələrin vasitəsilə bir yalancı və psixoloji qorxu əllərində bu qalıb. Bayaqdan nə sayıram? 3 mərhələnin 3-ü də iqtisadi, siyasi, hərbi, təhlükəsizlik, kəşfiyyat baxımından cəbhələr genişlənib, yaygınlaşıb, yoruculaşıb və getdikcə yoruculaşır və blokadaya düşür. Amerika özü meydana çəkilməyə məcbur olduğuna görə media sahəsində sadaladığım bu satılmış ölkə hakimiyyətləri və İranın daxilində olan məhdud sayda liberal qüvvələr ortaya salınmalıdır media ilə. İndi başa düşürsünüz ki, niyə görə bəzən istəyir İran daxilində bəzi liberalların səsi çıxır, istəyir Azərbaycan hakimiyyətindən səs çıxır oradan, Türkiyənin hakimiyyətindən, Erdoğanın hakimiyyətinə bağlı qüvvələrdən, bəzi medialardan niyə xəbər pompajlaması daha da çoxalır? Siz gedin Azərbaycanda azad media adı vasitəsilə, bəzi ərəblər, ərəb dilli, fars dilli medialar var, xaricdə maliyyələşdirilir. Türkiyənin medialarına baxın, bir dəfə marağa. Məsələn, Türkiyə medialarından birinə baxın, Erdoğana bağlı. Bir gündə görün neçə xəbər və nə formada və hansı başlıqlarda verilir. Və o xəbərləri, həyəcanlı xəbərləri müqayisə edin 5 il bundan öncə həmin verdikləri həyəcanlı xəbərlərlə. Görün hansı nəticələrə çatacaqsınız. Çatsaz kommentlərdə hansı nəticələrə çatsaz bizə də yazın, biz də istifadə edək. Mən burada hədəfim var bunu soruşmaqda. Ürək bulandırıcılıqlar olacaq, görəcəksiniz. İran daxilindən, məxsusən xaricdə, bölgədə, bunlar görəcəksiniz. Bunların çoxalması nəyi göstərir? Sübhün
daha da yaxınlaşdığını göstərir Allahın izni ilə. Özümüzü qorumalıyıq və daha çox addım atmalıyıq imkan qədərilə. Siyonist rejimin maraqlarına fiziki, mülki, hərbi, sosial platformalarda harda olursaq olaq, hansı ölkədə olursaq olaq fərq eləmir. Nə qədər bacarırıq əlimizdən gələn qədər vacibdir hər birimizə ki, zərbə vuraq. Siyonistlər heç bir ölkədə rahat yaşamamalıdır. Biz xalqlardan asılıdır. Sübh yaxındır, sizləri sübhün sahibinə əmanət edirik.